İbn Əsakir rəhmətullah aleyh belə rəvayət edir. Ən Ənəs ibn Malik radiyallahu ta'ala an, Ənəs ibn Malik radiyallahu anh buyurur ki, qalə Rasulullah sallallahu ta'ala aleyhi və səlləm, iki cahan sərvəri Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, və mən ətəmə mu'minən təamən, hər kim bir mümini Rəcəb ayında yedirdərsə, iftar da verə bilər, ümumiyyətlə bilirsə ki, dolanışığı çətindir, ona yardım eləyə bilər, yiyəcəkdən ərzaq alar. Əcləsəhullahu yevməl qiyaməti alə maidətin aleyhə İbrahimu və Muhammedun sallallahu aleyhimə. Allahu Teala onu Muhammedin və İbrahimin süfrəsinin arxasına oturdar. Aleyhisselam. Allah hər iki peyğəmbərə salat və salam eləsin. Və mən səqa şərbətən min məin, hətta gücü bir içəcək suya çatırsa, bir içəcək qədər su da vermiş olsa, səqahullaha minər rəhiqil məxtum, Allahu Teala ona üzəri möhürlənmiş içəcəklərdən sirab edər.